Üçüncü bölüm. Şüphe metamorfozaları. Müdrik şüphe. Sənət tarixini xəyalımızda canlandırarkən, gözümüzün qabağında böyük bir şübhələnənlər silsiləsi dayanır. Onları şübhəyə salan nədir? Şübhə nədən doğur? Acizlikdən, ləyaqətsizlikdən, yoxsa ləyaqətdən, müdriklikdən? Özü haqqında heç bir şey bilməyən, bu cəhətdən avam olan Çar Edip, rahat, firavan həyat sürürdü. Onun təbiəti zəmanəyə həmahəng idi. İnsan ilə dünya bir-birinə qovuşmuş, can bir olmuşdu. Çar Edip dünyanı sevirdi. Dünya onu şahlıq taxtına çıxarmış, möhtəşəm bir sima etmişdi. Lakin ucalıqda dayananlar da gec-tez acı həqiqəti bilməli olurlar. Həqiqət isə ondan ibarətdir ki, Çar Edip bilmədən, istəmədən, Zevsin iradəsi ilə dəhşətli, görünməmiş bir cinayət etmişdi. Atasını öldürmüş və anası ilə evlənmişdi. Dünya Çar Edip'in mehriban dostu yox, ikili düşməni imiş. Bu həqiqəti görən göz kör olur. Budur naşı inamın törətdiyi faciə. Budur müdrik şübhənin qüdrəti. Bədbəxt, fənalı, kör Edip şən, firavan Edip'dən müqayisə edilməz dərəcədə yüksəkdir. Çünki həqiqəti dərk etmişdi. İnam onu həqqiyyətdən uzaqlaşdırmışdısa, şübhə onu həqiqətə yaxınlaşdırdı. Kör Edip dünyanı gördü. O ailədə 4 nəfər adam yaşayır. Onlardan 3'ü sakit, rahat həyat sürür. Çünki onlar düşünüb daşınmadan Allaha xidmət edirlər. Düşünüb daşınmadan hər gün əllərini göyə qaldıraraq, ali qüvvəyə öz məhəbbətini izhar edirlər. Lakin 4-cü düşünür. Düşündükcə şübhə qəlbinə hakim olmağa başlayır. Əgər Allah zəkalıdırsa, niyə insanların ağıllı olmasından qorxdu və Adəm ilə Həvvanı cənnətdən qovdu? Əgər Allah ədalətlidirsə, niyə o valideynlərin intiqamını övladlardan alır, onların həyatını cəhənnəmə döndərir? Əgər Allah mərhəmətlidirsə, niyə özü ölməz ola-ola insanları ölməyə məhkum etmişdi? Deməli Allah pərəstişə, hörmətə layiq deyil. Deməli Allaha olan inam saxta inamdır. Bayronun, kain faciəsinin qəhrəmanı şübhələnir. Bu şübhə onu bütün insanlara qarşı qoyur. Bu şübhə onu tənha bir insana çevirir. Çünki düşünənlər azdır. Şübhə kaini kamil edir və bəşəriyyətə düşmən edir. Kainin Allaha yağdırdığı nifrət insanları dəhşətə gətirir. Allaha əli çatmayan kain qardaşı Aveli öldürür. Şübhə onu qatil edir. Kaini bəşər aləmindən qovurlar. Hər yerdə o nifrətlə, hiddətlə qarşılanır. Onun sifətində qatil möhürü var, kain möhürü var. Şellinin məsum və munis qəhrəmanı Beatrice, atası Çençini Allahın kölgəsi hesab edirdi. Lakin ata övlad qatili olduqda, qızının namusuna təcavüz etdikdə, inam şübhəyə, özü də tək atasına qarşı yox, Allaha qarşı da böyük şübhəyə çevrildi. İnamını qəlbindən qopardığı üçün, inamsız yaşamaq mümkün olmadığı üçün, atasını məhv edir. Mopassanın cannası məhəbbəti, həyatın bəxş etdiyi ən müqəddəs bir varlıq sayırdı. Hansı cəmiyyətdə yaşadığını dərk etmirdi. Lakin əri Julienlə rastlaşandan sonra, onun qəlbində şübhə baş qaldırmağa başladı. Bu şübhə hələlik canına duyğularına tam hakim değildi. Onun inam ümidi olan anası vardı. O Cannanın nəzərində səadət timsalıdır. Lakin anasının ölümü Cannaya daha dəhşətli bir həqiqəti açıb göstərir.
onun anası da başqaları kimi ərinə xəyanət edirmiş. Bu deyilməsi vacib olan həqiqət idi. Qoy canına onu yana-yana içsin. Lakin müdrik şübhə gec-tez öz hökmünü verməli idi. Yoxsa insanlar nə həyatı, nə də özlərini düzgün dərk edə bilməzdilər. Ölülər aləmində yaşayan və çiynində ağır xalq dərdi daşıyan İskəndər də müdrik şübhə timsalıdır. O, hamının inandığı bir qüdrətə şübhə edir. Ona görə də çoxunun nifrətini qazanır. İskəndər müdrik olduğu üçün kefli, yalqız, faciəvidir. Lakin möhtəşəmdir. Gördüyümüz kimi, müdrik inam faciəli səslənir. Lakin eyni zamanda əzəmətli səslənir. Elxanın yoxdur Allah nidaları kimi. Çünki müdrik şübhə həqiqətin əkiz qardaşıdır.